Bir də uşaqlar nəyə diqqət edirsiniz? Testlərdə bir dənə də quiet görəsiniz. Quiet. Biri E ilə yazılır, biri isə T ilə yazılır. Əvvəlcə bu T ilə yazılana diqqət edək. Sonu T ilə bitənin tərcüməsi sakit deməkdir. Sakit sözü ingiliscəsində sifətdir. Yəni necə yadda saxlayırıq? Baxın, hamısının sonu T ilə bitir. Quiet, sakit, sifət. Sifətdirsə biz bilik sifət nəyə aid olur? İsmə aid olur. Deməli testlərdə görsəniz ki, quiet place mütləq bunun nəyə olmalıdır qarşısında? A quiet place. Yenə deyirəm, sifət üstə gəlir isim və ismin artiklı önündə olmalıdır. Nə vaxt olmayacaq? İsim cəmdə olmalıdır. Bəs bu birinci yazdığım quiet nədir? Birinci yazdığıma diqqət edək. Bu isə çox, olduqca, tamamilə deməkdir. Yəni bu zərfdir. İlk qayda olaraq testlərdə gördünüz ki, bunun yanında isim var, variantdan çıxarsınız. Çünki zərf heç vaxt isimlə işlənə bilməz. Və quietdan sonra sifət, üstə gəl isim gələ bilər. Burada da nəyə diqqət edirik? Bu ismin mütləq burada nə olmalıdır? Bir dənə artiklı olmalıdır. Məsələn, deyirəm, olduqca sakit yer. Quiet, a quiet place. Yəni, bir dənə bu quietlara diqqət edin ki, qarışdırmayasınız. Necə yadda saxladıq? Sonuncu T ilə. Sakit, sifət, quiet, ismə aid olur. Digər E ilə bitən zərfdir və isimlə heç vaxt işlənə bilməz. Özündən sonra isim varsa, mütləq ortada bir dənə E-si olmalıdır. E, təbii ki, isim sayılan və tək isimdirsə.